Qlaukoma mövzularının içərisində maraqlı bir mövzudur. Hər gözaxlı təzyiqin yüksəlməsi qlaukoma deməkdirmi? Xeyr. Çünki xəstələr gəlir, gözaxlı təzyiqi ölçürük. Bir əvvəlki videolarımızda qeyd etmişdik. Bir insana qlaukoma diaqnozu qoymaq üçün bizim əlimizdə 3 dənə əlamət olmalıdır. Birinci əlamət, təzyiqin yüksəkliyindən əmin olmalıyıq. Gözaxlı təzyiqin. İkincisi, görmə sahəsində qlaukomaya xas daralma olmalıdır. Çünki hər daralma qlaukomaya xas deyil. Bu spesifiklik, yəni ümumi adı görmə sahəsində daralma, amma qlaukomaya aid daralma spesifikdir. Qlaukomaya aid daralma olmalıdır və görmə siniri diskində ekskavasiya genişlənmiş olmalıdır. Bu 3 əlamət varsa biz bu xəstəyə qlaukoma diaqnozu qoyuruq. Əgər bu 3 əlamətdən bir dənəsi əksikdirsə, artıq biz bu xəstəyə qlaukoma diaqnozu qoya bilmirik. Bəs onda bu xəstələrin aqibəti nə olacaq? Təzyiq yüksəkdir, bu gün görmə sahəsində bir daralma yoxdur, sinirdə zədələnmə yoxdur. Buna qlaukoma diaqnozu qoymadıq. Amma müalicə də etməsək, sinir də zədələnəcək, görmə sahəsində daralma da ortaya çıxacaq. Belə xəstələrin adı olur oftalmo hipertenziya. Oftalmo hipertenziya qlaukoma xəstəliyindən fərqli olaraq zamanla toparlana bilər, keçə bilər. Yəni biz bir müddətlik dərman müalicəsi başlayırıq, o periodda yüksək gözaxlı təzyiq xəstəyə zərər verməsin. Daimi sıxı müşahidələrimizi aparırıq. Bir vaxt baxırsan, görsən ki, artıq xəstənin təzyiqi çox aşağı düşməyə başladı və belə olan halda da dərmanları yavaş-yavaş kəsməyə başlayırıq. Yenə də sıxı təqiblə. Tutaq xəstə 2 dənə dərman tökürdü, dərmanın birini 2 dəfə tökürdü, birini 1 dəfə tökürdü. Əvvəlki gündə 1 dəfə tökülən dərmanı çıxartdıq. 1 həftə, 2 həftə sonra təzyiqlərini nəzarət elədik, təzyiq stabil getdi. Sonra ikinci dərmanın, gündə 2 dəfə tökülən dərmanın gündə 1 dəfəsini kəsdik. Yenə 1 həftədən bir nəzarət elədik. Yenə də təzyiq normal getdi. Ondan sonra ikincini kəsdik, yenə də təqib elədik. Yəni bu qlaukoma xəstələri həm özləri tərəfindən, həm ki həkim tərəfindən biraz sıxı müşahidə olur deyə yorulurlar. Amma bu xəstəlik başqa cür yolu yoxdur. Yəni xəstələr də gələndə mən onlara deyirəm, bu işdə yoruldum, bezdim söhbəti yoxdur. Yəni mənə də xoş deyil. Yəni sizi tez-tez təqibə çağırmaq, amma bu xəstəliyin gedişatı budur. Bu şəkildə təqib eləyəcək. Yəni qlaukoma diaqnozu qoymadığımız xəstələrin adı olur oftalmo hipertenziya. Bunlar da nədən olur? Bəzən olur, istifadə olunan başqa dərmanlardan olur. Göz dərmanları ola bilər, bədəndə orqanizm üçün başqa bir səbəbdən autoimmun proseslər üçün kortizon istifadə olunur və ya başqa dərmanlar istifadə olunur. Onların əmələ gətirmiş olduğu təzyiq olur. Dərman dayandırandan sonra təzyiq normaya düşür və ya xəstə hər hansı bir xəstəlik keçirir, iltihabi bir xəstəlik, uveit, vitrit. Bunun nəticəsində gözün təzyiqi qalxa bilir və ya göz daxili qanamalar olur. Şəkər xəstəsidir, gözün daxilində qanama nəticəsində təzyiq qana sorulana qədər yüksək olur, qan sorulandan sonra normaya düşür və ya travma nəticəsində göz kontuziya alır, kontuziya nəticəsində iltihabda göz daxili təzyiqi yüksəldə bilir. Yəni buna biz deyəcəyik oftalmo hipertenziya, hətta amma travmadan sonra olanların xüsusi bir adı var, tranzitor hipertenziya. Yəni bilirik ki, bu travmaya bağlıdır, bu 2 həftə, 3 həftəyə keçib gedəcək və ya uveitə bağlıdır, bir neçə həftəyə keçib gedəcək. Yəni hər yüksək gördüyümüz göz daxili təzyiq qlaukoma deyil.